onlar da özləri üçün doğru olana çox rahatlıqla qərar verə bilsinlər. Bəzən biz valideynlər o qədər övladlarımıza kobud şəkildə yanaşırıq, onların xeyrinə olan bir fikri o qədər yanlış şəkildə onlara çatdırırıq ki, onlar etmək istədikləri halda belə onu etmir. Bu zaman nə edir? Onlar üçün yanlış olan nə varsa, onu bir dostu, başqa kimsə çox gözəl bir şəkildə ona çatdırdığı zaman o onun üçün doğru bir fikir, düşüncə olduğunu zənn edir. Ona görə ki, o sözü o qədər sakit bir şəkildə, gözəl bir şəkildə ona çatdırılır ki, bu yanlış olan davranışı, yanlış olan fikri qəbul edir və özü üçün xeyirli olanı yox, xeyirli olmayanı seçir. Biz imkan verməyək ki, övladlarımız valideynlərinin sözünü qoyub, onlar üçün faydasız olan hansısa bir fikri, hansısa bir insanın xoş sözünə görə qəbul etsinlər. Buna imkan verməyək, övladlarımıza qarşı hörmətlə